Salam. Heç düşündünüzmü ki, bəlkə də bütün həyatımız boyu arzuladığımız şeylərə çatmaq üçün bizə tamamilə yanlış bir yol öyrədiblər. Gəlin bugün xahiş etmək, dua etmək və arzulamaq kimi bildiyimiz hər şeyi həqiqətən də alt-üst edən bir ideyanı araşdıraq. Bax bu cümlə, sadəcə bu bir cümlə, bizim bütün oyun qaydalarımızı dəyişir. Bizə həmişə nə öyrədilib? Nəsə istəyirsənsə xahiş et, yalvar. Amma bu fikir deyir ki, yox, əsl güc xahişlərimizdə deyil, bizim qətiyyətli, sarsılmaz əmrlərimizdədir. Bəlkə də biz kainatla tamamilə yanlış dildə danışmışıq. Yaxşı, gəlin birbaşa mətləbə keçək. Niyə axı xahiş eləmək səhv strategiyadır? Çünki biz xahiş etdiyimiz hər an, fərqində olmadan, həm öz şuuraltımıza, həm də bütün kainata çox ziyanlı bir mesaj ötürürük. Baxın, bütün fərq vibrasiyadadır, yəni yaydığımız enerjidədir. Siz xahiş edəndə, sanki məndə bu yoxdur, lütfən ver, deyirsiniz. Bu bir yoxsulluq, bir çatışmazlıq siqnalıdır. Amma əmr etmək tamamilə başqa bir şeydir. Bu onsuz da mənimdir və mən buna tamamilə layiqəm deməkdir. Bu, bolluq, sahiblik vibrasiyasıdır. Həqiqətən də aradakı fərq gecə ilə gündüz kimidir. Bax, bütün bu konsepsiyanın ürəyi, açarı məhz buradadır. Kainat nəhəng bir güzgüdür. O ağıllı deyil, o sadəcə əks etdirir. Sizin istəklərinizi deyil, sizin kim olduğunuzu, hansı enerjini yaydığınızı əks etdirir. Əgər siz güzgürə baxıb daim məndə yoxdur desəniz, güzgü sizə nə göstərə bilər ki? Təbii ki, yalnız yoxluğu. İndi isə gəlin, perspektivi 180 dərəcə dəyişək. Artıq mənəvi bir dilənçi olmaqdan imtina edib, öz reallığımızın şuurlu, güclü yaradıcısı olmaqdan danışırıq. Bu, passif şəkildə ümid etməkdən aktiv şəkildə yaratmağa keçiddir. Bu, əlbəttə ki, kiməsə yuxarıdan aşağı baxıb hökm etmək deyil qətiyyən. Bu, öz daxili aləminə, öz enerjinə hökm etməkdir. Bu, kaş ki olardı passivliyindən çıxıb, olacağına qərar verdim aktivliyinə keçməkdir. Bu, sözün əsl mənasında hərəkətdə olan inamdır. Bu, sadəcə quru nəzəriyyə deyil, real həyat təcrübəsidir. Mənbədəki spiker danışır ki, borcun içində üzürdü. Yalvarmağı dayandırıb, güzgünün qarşısına keçib, mən varlıyam deməyə başlayır. Əvvəlcə əlbəttə ki, beyni buna inanmır, yalan kimi gəlir, amma o, inadla davam edir. Və nə baş verir? Onun daxili enerjisi, vibrasiyası dəyişir və qəfildən real fiziki dünyada fürsətlər peyda olmağa başlayır. Həmişə eyni qayda işləyir. Əvvəlcə daxili dəyişiklik, sonra xarici nəticə. Yaxşı, əla, başa düşdük, bəs biz bu yeni reallığı hansı alətlərlə quracağıq? Gəlin praktikaya keçək. Elə müqəddəs sözlər var ki, onlar sadəcə səs deyil, reallığı formalaşdıran vibrasiya kodlarıdır. Və bu yaradılışın mərkəzində cəmi iki söz dayanır. Mənəm. Amma aldanmayın, bu sadəcə bir təsdiq cümləsi deyil, bu yaradılışın özüdür. Mənəm dedikdən sonra işlətdiyiniz hər bir söz kainata göndərilən bir sifarişdir. Və bilin ki, bu sifariş heç vaxt geri qaytarılmır. İndi bir saniyəlik dayanın və düşünün. Gün ərzində neçə dəfə özümüzə, ayda mən yorğunam, mənim heç bəxtim gətirmir, pulum yoxdur kimi şeylər deyirik. Biz fərqində olmadan hər dəfə bu sözlərlə öz reallığımızı, öz həbsxanamızı yaradırıq. Və kainatın buna tək cavabı var. Oldu, əmriniz baş üstə. Və işin ən gözəl tərəfi də budur ki, seçim tamamilə sizin əlinizdədir. Eyni gücü, eyni formulu istifadə edərək tamamilə fərqli bir reallıq yarada bilərsiniz. Şuursuz şəkildə şikayət etməkdən, şuurlu şəkildə bəyan etməyə keçmək kifayətdir. Deməli, sizin əlinizdə 3 dənə super güclü alət var. Mən əmr edirəm deməklə niyyətinizi ortaya qoyursunuz, mən bəyan edirəm deməklə o niyyəti gücləndirirsiniz, amma ən güclüsü bəlkə də artıq oldu deməkdir. Bu, sifarişi verib arxayın olmaq kimidir. Artıq zərrə qədər də şübhəyə yer yoxdur, çünki prosesin başladığını bilirsiniz. Yaxşı, bilirəm, bütün bunlar bəlkə də kiməsə biraz, necə deyim, mistik, ezoterik səslənə bilər. Amma dayanın, gəlin işin elmi tərəfinə baxaq. Çünki bu mənəvi konsepsiyaların arxasında möhkəm bir elm dayanır. Gəlin görək, içimizdəki mexanizmlər necə işləyir. İndi isə gəldik məsələnin ən heyrətamiz hissəsinə. Sən demə, bizim beynimiz var ha, o, təxəyyüllə reallığı ayırt edə bilmirmiş, ciddi deyirəm. Siz gözlərinizi yumub, zəngin olduğunuzu bütün emosiyalarınızla, bütün hüceyrələrinizlə hiss etdiyinizdə, beyniniz elə bilir ki, bu həqiqətən də baş verir və zəngin bir insanın beyni kimi dopamin və serotonin ifraz etməyə başlayır. Yəni siz hələ pulu qazanmadan beyniniz artıq o reallığı yaşayır. Bu kimyavi dəyişiklik isə sizin enerjinizi, davranışlarınızı dəyişir və sizi o reallığa doğru çəkir.
Və bu da sadəcə laboratoriya təcrübəsi deyil. Baxın, real bir hekayə var. Los Ancelesdə bir tələbə evini itirmək üzrə idi. Çarəsizcə xahiş etməyi dayandırıb, mən maliyyə sabitliyini bəyan edirəm deməyə başlayır. Nəticə, özünü daxilən daha güclü hiss edir, yeni ideyalar ağlına gəlir və nəticədə həm evini xilas edir, həm də maaşını 2 qat artırır. Daxili güc dəyişdi, xarici nəticə də onu izlədi. Bu, bəlkə də bütün bu izahdan yadda saxlamalı olduğunuz ən vacib prinsipdir. Sizin xarici dünyanız daxili vəziyyətinizin sadəcə bir güzgüsüdür. Əvvəlcə dəyişiklik içəridə baş verir. Əvvəlcə vibrasiya gəlir. Xarici dünya, yəni pul, fürsətlər, münasibətlər sadəcə sizin daxili dünyanızın gecikmiş bir əksidir. Yaxşı, nəzəriyyəni kifayət qədər danışdıq. İndi isə gəlin dərhal bugündən tətbiq edə biləcəyiniz aydan konkret bir fəaliyyət planına keçək. Bu çox sadə görünə bilər, amma inanın mənə, inanılmaz dərəcədə güclü bir 7 günlük sınaqdır. Məqsəd çox bəsitdir. 7 gün boyunca hər səhər güzgünün qarşısına keçib gününüzü şikayətlə deyil, güclə başlayın. Gözlərinizin düz içinə baxın və bu sözləri sadəcə təkrarlamayın, onların enerjisini bütün varlığınızda hiss edin. Və baxın, burada çox incə, amma həyati bir məqam var. Bunu edərkən beyniniz o tənqidçi səs dərhal deyəcək ki, axı mən belə hiss etmirəm, bu yalandır. Amma qayda tərsinə işləyir. Siz o hissin gəlməsini gözləmirsiniz. Siz o hissi yaratmaq üçün bəyan edirsiniz. Əvvəlcə söz gəlir, sonra hiss, sonra da reallıq. Dəyişiklik sizdə başlayır. Beləliklə, artıq bir şey aydındır. Siz heç vaxt neytral deyilsiniz. Hər an, hər düşüncə, hər bircə sözlə ya öz dünyanızı yaradırsınız, ya da dağıdırsınız. Seçim həmişə, baxın həmişə sizindir. İndi yeganə sual budur. Siz nəyi var etməyi seçirsiniz?